Əhzab surəsinin Əhl-i Beyt imamlarına bilavasitə ünvanlanan bir ayətdir. Orada Uca Rəbbimiz sonuncu Peyğəmbərimizin vasitəsilə buyurur: İnnəmā yuridullah liyuzhibə ankumur rizsə əhləl beyt və yutəhhirəkum təthira. Bu ayə təthir ayəsi ilə məşhurdur. Paklıq ayəsi ilə məşhurdur. Ayənin qısaca tərcüməsi budur ki, Allah yalnız istəyir ki, siz Əhl-i Beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi pak və pakizə yaratsın. Sizi pak və pakizə təmiz etsin deyə. Açıq-aşkar Əhlül Beyt ifadəsi keçir. Evin əhli dedikdə, təbii ki, məşhur Kisa hədisi, 5 təni Ali-Əba, bu 5 kimsənə ki, elimizin arasında da, cəmaatımızın, xalqımızın arasında da əzbərdir. 5 kimsənə 5 təni Ali-Əba deyəndə, onların birincisi Xatəmül Ənbiya Muhammedül Mustafa sallallahu aleyhi və aleyhi və səlləm. İkinci, möminlərin əmiri, imamlar atası Əmirül Müminin Əli əleyhissalam. Üçüncüsü, dünya və axirət xanımlar xanımı xanım Fatimətü Zəhra salamullah əleyha. Və 4-5 behiş cavanlarının ağaları İmam Həsən və İmam Hüseyin, Allahın salavat və salamı olsun onlara. 5 təni Ali-Əba, yəni əba altında olan, Kisa ərəb dilindədir, bizdə də işlənir əba, yəni o əbanın altında olan 5 nəfər və orada Peyğəmbər salavatullah buyurur ki, bunlar mənim Əhl-i Beytimdir və məhz həmin o nurdan silsiləvi olaraq davam eləyən İmam Hüseyin əleyhissalamın nəslindən 4-cü imamımız İmam Zeynül Abidin oğlu, 5-ci imamımız İmam Muhammed Baqir və 6-cı imamımız İmam Muhammed Baqir əleyhissalamın oğlu İmam Cəfər Sadiq, 7-ci imamımız İmam Musa Kazım, həmin silsilə nurdan dünyaya gələn İmam Rıza əleyhissalamdır. Əhl-i Beyt vilayətindən, nurundan. Bu ayədə açıq-aşkar onların pak və müqəddəs olduğu ayətdən bəllidir.